Salam, hər vaxtınız xeyir olsun. Bugün 24 iyun 2026-cı tarixdir. Hal-hazırda durduğumuz yer Abdal Külaflı kəndinin girişinə az qalmışıq və nəzərinizə çatdırım ki, 24 iyun 1992-ci ildə məhz bu yerdə bizim kəndimizdən, Ağdam rayonunun Mahrızlı kəndindən postdan çıxıb gələn uşaqları həmən bax bu yerdə bu yolu vurulmuşlar və mübariz Dadaşovu və Əbdürrəhmanov Famil Sabiroğlu məhz bu yolun bu hissəsində arxada bu maşın durduğumuz yerdə bu yolda vurulub və hər ikisi ağır yaralanıb Mahrızlı kənd hospitalına çatdırılıb, orada qəhrəmanlıqla şəhidlik zirvəsinə uzalıblar. İndi şəhidlərimizin döyüş yoldaşları İmanov Məmmədəli və Cabbarov Salih onlar haqqında məlumat verəcəklər. Haqlarında məlumat verdiyimiz şəhidlərimiz Əbdürrəhmanov Famil Sabiroğlu və Dadaşov Mübariz Dadaşoğlu məhz bax bu durduğumuz yerdə Ücü Xocavəndə tərəf, qarşı tərəfdə görkən Qızıl Qayaq deyilən bir post olubcu. Ermənilər oradan daim tankla bax bu yolu vurulmuşlar və şəhidlərimiz bax burada şəhidlik zirvəsinə uzalıblar. Onların döyüş yoldaşlarından İmanov Məmmədəli buradadır. Mən istərdim Məmmədəli öz xatirələrindən danışsın. Allah bugünkü gündə bizi bura gətirib çıxardan şəhidlərimizə rəhmət eləsin. Allah ordumuzu qorusun, Allah Ali Baş Komandanı qorusun. Bəli, həmən günü rəhmətli Famillə bu Aris bu yoldan, məktəbdən gələndə, məktəbdən piyada qaydan vaxtı burada bizi vurdular mərmi ilə. 4 nəfər idik yaralanan, 4 nəfər yaralanırdı. Bir də Rabeldi Zəngşaldan və Şəkidən Osmanov vardı. O idi yaralanan. İkisi rəhmətə getdi, şəhid oldu, ikisi yaralandı. Allah rəhmət eləsin bütün şəhidlərimizə, bu torpaqları bizə ziyarət eləməyə, gəlib görməyə səbəb oldular. Onların çiyinlərində biz bu günləri buradayıq. Allah bir daha şəhidlərimizə rəhmət eləsin, qazlarımıza can sağlığı versin, ordumuzu qorusun. Amin. Amin. Çox sağ ol müəllim. Sağ ol Sahib müəllim. Demək olar ki, biz o zamanların bizə komanda gəldi ki, Abdal Külaflıya ağır silahlarla döyüşə giriblər, alıblar. Yəni bizə də komanda verildi, biz də gəldik. Maşınla gəldik, çox hissəni bilirdik ki, bu sağ tərəfdən topla həmişə tünlüyü vururdular. Biz oradan piyada keçdik, sağ salamat, getdik döyüşü, onları geri otuzdurandan sonra rəhmətli bax bu şəhidlərimiz demək olar ki, yorğunluq vəziyyətdə piyada gəlirdik, yolu vururdular. 5-5, 10-10 ara verə gedirdik ki, hamımızı vurmasınlar. Yəni bu qəhrəman şəhidlərimizin bizdən öndə olan Məhəmmədəli müəllim onlara ilk yardım göstərdi. Biz də gəldik, çatırdıq. 2 nəfərimiz deməli biri şəhid oldu, biri də ağır vəziyyətdə hospitala getdi, sonra şəhid oldu. Bəli. Demək olar ki, biri də Musa adında Qaxtanıdır, Şəkidən. O da yaralandı, İsmailov Rabi Zəngişaldan yaralandı. Biz bunları götürdük, yəni yaralılara kömək eləyərək döyüş bölgəsindən çıxartdıq. Amma erməni vandalları həmişə o yolu vururdular. Biz keçəndən sonra da neçəsini də atdılar. Çox sağ olun. Şəhidlərimiz Allah rəhmət eləsin. Ruhları şad, məkanları cənnət olsun. Ruhları qarşısında baş əyirəm. Çox sağ olun. Allah rəhmət eləsin. Hə, şəhidimizin qardaşı Fazil buradadır. Ona bu günlərim Allah bütün şəhidlərimizə rəhmət etsin. Allah Ali Baş Komandanımızı qorusun. Onun sayəsində bu torpaqlarımız artıq azaddır. Biz gəlmişik və artıq biz şəhidlərimizin şəhid olduğu yerləri gəlib ziyarət edirik və artıq 6-cı ildir ki, biz gəlirik. Ancaq birinci səfər olaraq hər iki şəhidimizi gəlib burada yad edirik ki, onlar hansı ki, onların qanı bu torpağa tökülür. Fazil, danışmaq əlbəttə çətinli bir qardaş üçün səni işlədik. Bəli, amma bir tərəfdən də elə təskinlik tapdım. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah onun qalan döyüş yoldaşlarına can sağlığı versin. Eləcə də o da döyüşdə yaralananlara yenə də can sağlığı arzulayıram. Allah canlarınızı sağ eləsin ki, elə yenə gəldiniz, göstərdiniz, təxminini bildikdə bizdəki burada şəhidlərimiz olur.
Burada bizim şəhidlərin, eləcə də tək mənim qardaşım yox, bir neçə şəhidin qanı tökülür. Allah şəhidlərimizə rəhmət eləsin. Çox minnətdaram. Böyük bir təskinlik verdiniz mənə. Çox sağ ol qardaş. Allah canınızı Bəli, sağ Allah olsun. şəhidimizə rəhmət eləsin. Biz yığışmışdıq bura gəlməyə. Bizim gözəl qardaşımız, vətənpərvər qardaşımız biləndə ki, gəlirik. Dedi ki, belə sizi mən özüm aparacağam və o yerləri gəlib ziyarət edəcəyik. Çox sağ ol. Allah köməyiniz olsun. Canı sağ olasın. Allah şəhidlərimizə rəhmət eləsin. Onların son nəfəsidir ki, biz budayıq. Bəli, bəli. Və bu günlərin bizim aramızda bizim Ağdam rayonunun Mahrızlı kənd şəhidi var ki, Məmmədov Səyyəf, onun qardaşı Çingiz də buradadır. Çingiz nə deməyə sözü var? Bəli, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mübariz qardaşım, Famil qardaşım üçün olma şərti ilə ruhları şad olsun. Allahdan qazilərimizə can sağlığı, Allah ordumuzu, cənab prezidentimizi qorusun. Bəli, Bəx Məhəmməd Əli müəllim də dedi ki, onların sayəsində bura addım atırıq. Şəhidlər şeiri var, onu səsləndirəcəm. Çox sağ ol. Düşmən gülləsinə qurban getdilər, sabaha ümidlə baxan şəhidlər. Üstləşir bayrağı etdilər kəfən, fəxrlə əynəyə geyən şəhidlər. Susan haqqı dindirdilər son anda, aldılar torpağı ölümlə qanla. Bu vətən yolunda ən şirin canla, bu elin qeyrəti çəkdi şəhidlər. Bir tarix yazdılar bu ölkəmizdə, döndük bir yumruğa, oyandıq bizdə. Nə arzu vardı ürəyimizdə, bizə o günləri verdi şəhidlər. İgid olur cəsarəti ilə, millət məşhur olur öz hünəri ilə. Torpağın altında cəsədləri ilə, Adilin qəlbində sağlıqlı izlər, azaldı toxumun səhvli şəhidlər. Bəli, Allah bütün şəhidlərimizə rəhmət etsin. Məqamları uca olsun. Çox sağ ol. Çox sağ ol. Qazım, Allah hamısına rəhmət Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu gün bizlər üçün etsin də. əlamətdar bir gün oldu. Çünki o insanlar öz şirin canlarından, cavanlıqlarından keçərək, bax bu torpaqlarımızın, bu gözəl Qarabağımızın azadlığı uğrunda öz şirin canlarından keçiblər. Və bu günlərimdə Paltar. azad bir Qarabağda yaşayırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Qəhrəmanlar unudulmur.